alın yazısına aid həyatda, üzr istəyirəm, bir sübut yoxdur. Kimin alın yazısında alnına bir yazı görüblər? Söz gəlişi işlətmişəm. Talih və yaxud da qismət. Qismət də ağıldır. Alın yazısı da ağıldır, talih də ağıldır, qardaş. Hər şey ağıldır. Yoxsa sənin durub hər şeydə otur, Allaha yalvar ki, ya Rəbb, mənə qapı aç. Allah, bu boyda dünyada müharibələr, çətinliklər, ölümlər, zülümlər var. Görürük də, nə qədər bombalar, nə qədər körpələr və yaxud nə qədər insanlar həlak olurlar. Onların duası, onların nailəsi, bizim bugün oturub belə rahat dua eləyək. Ya Rəbbim, mənim qapımı açın, Allah, mənə bir ruzu yetir, mənə bir iş getir, mənə ev getir. Və heç nə eləmə. Hə, otur bir belənsinə də, ya Rəbbim, nə oldu axı, niyə mən otur səhərə kimi Qədir gecəsində, oruçluqda, nə bilim, adi bir günlərdə, ocaqlarda otur Allaha yalvar ki, ya Rəbbim, mən belə elə. Ona çəkdiyin əziyyəti bir balaca qardaş, yəni bu bizim elədiyimiz rahat bir duadır. Ağlayıb da eləsə, yenə rahat duadır. Cəmaət orada bombanın, güllələrin, nə bilim, ölülərin, daşların altında qalan insanlar, digər, onların içində ürəkdən onların nalələri var, ağlaşları, Allahı çağırmaqları, ondan betər olacaq bizim istəyimiz. Odur ki, qardaş, mən oturub oradan buradan istəyənlərdə mənə çatmır.